Salam, hər vaxtınız xeyir olsun. Bu videoda blok və sınaq imtahanlarında düşmüş natural ədədlər mövzusuna aid olan test tapşırıqlarının izahlarına baxacağım. Deməli, ilk sualımız 2019-cu ildə 2-ci qrupun blokuna düşmüş sualdır ki, deyir, m natural ədədini 5-ə böldükdə qalıqda 3 alınır. M kvadratı plus 6m plus 5 ədədini 5-ə böldükdə qalıqda neçə alınır? Deməli, m ədədini 5-ə böldükdə qalıqda 3 alınan ən kiçik gəlin natural ədədi tapaq. Yəni, ən kiçiyi tapırıq ki, bunun ən asan tapılma üsulu budur. Ona görə bu üsuldan eləyəcəm. Ən kiçik deyək ki, qismətdə 0 olsa, m-in qiyməti ən kiçik 3-ə bərabər olar. Və m-in bu 3 qiymətini m kvadratı plus 6m plus 5 ifadəsində yerinə qoyuram. 9 plus 18 plus 5, bu da eləyir 32. Və 32-nin 5-ə bölünməsindən alınan qalığı hesablayırıq. 2, deməli, doğru cavab olur 2B variantı. Baxaq növbəti suala. Növbəti ikinci sualda x, y və y natural ədədləri üçün belə bir ifadə verir və x plus y cəminin ən böyük qiymətini istəyir. Bax, x, y çıx y yazıb da. Burada da yazıb ki, y(x) çıx y(x) bərabərdir 2-yə. X, y deməli, mərtəbə toplananların cəmi kimi 10x plus y şəklində yazsaq, çıx y budur da. Məxrəcdə də y(x) mərtəbə toplananların cəmi şəklində yazsaq, çıx y(x) bərabərdir 2 qalır. Burada y-lər gedər, burada x-lar gedər. 10x böl 10y bərabərdir 2-yə. Onlar da ixtisar getsə, x bərabərdir. Tənasüblə 2y olur. Bizdə x plus y cəminin ən böyük qiymətini istədiyinə görə baxırıq ki, x və y-ə ən böyük neçə verə bilərik burada? Y-ə ən böyük 4 verə bilərik. Y-də ən böyük 4 alsam, 4-ü 2-yə vurursaq, x da 8 olar. Və x plus y cəmi 8 üstə gəl 4, doğru cavab 12. D variantı. Bu da 2015-in 1-ci qrup qəbuluna düşübdür. Baxaq indi 3-cü suala. Bu da 2016-nın 1-ci qrup qəbuluna düşübdür. Deyir ki, ulduzun əvəzinə hansı rəqəm olmalıdır ki, bu ədəd 9-a bölünsün. 9-a bölünmənin qaydası nədir? Rəqəmləri cəmi 9-a bölünür, ədədlər 9-a bölünür. Gəlin bunun rəqəmləri cəmini toplayaq. 5 üstə gəl, burada ulduzdur. Üstə gəl 6, üstə gəl 2. Neçə eləyir? 11, 13. 13 üstə gəl, ulduz olur. Ulduzun yerinə neçə qoysaq, bu 9-a bölünən ədəd olar. Təbii ki, 5 qoysaq. Ona görə də ulduzun qiyməti olur 5. 18 eləyir. 13 üstünə 5 gələndə və 18 də 9-a bölündüyünə görə, deməli, ulduzun yerinə 5 qoysaq, bu ədəd 9-a bölünər. Baxaq növbəti 4-cü suala 2018-in 1-ci qrup qəbuluna düşübdür. Deyir, mətnin uzunluğu ən azı nə qədər olmalıdır ki, ona ayrılıqda 32 cm-lik və ya 48 cm-lik hissələrə itkissiz bölmək mümkün olsun. Deməli, biz elə ədəd tapmalıyıq ki, həm 32-yə, həm 48-ə tam bölünsün. Və ən azı dediyinə görə, deməli, 32 ilə 48-in əkobunu tapırıq. Bu şəkildə, deməli, 32 ilə 48-in əkobunu tapırıq. Gəlin, buradan ortaq vuruq çıxardaq. 8-i çıxarda bilərik də. 8-i çıxartsaq, əkob burada neçə qalır? 16-nı da çıxarda bilərdik. 16-nı çıxardaq, ən maksimum çıxartmalıyıq da. Burada 2 qalır, burada da 3. 2 ilə 3 qarşılıqlı sadə ədəd olduğuna görə əkob onların hasili olur. Yəni 6 və 16 vur 6 olur. Doğru cavab 96. A variantı. Növbəti 5-ci sual 2018-in 1-ci qrup qəbuluna düşübdür. Deyir ki, x, y, 0, 6 ədədinin x, y ədədinə, bax, bunlar ədəd üstünə xətt çəkmək, yəni natural ədəddir. Bölünməsindən alınan qismət A-dır, qalıqda B-dir. AB hasilini tapın deyir. Gəlin bölək. Bax, x, y böləndə düşür 1 dəfə. Qalır burada x, y, çıxanda 0. Yuxarıdakı 0 düşür aşağı. 0-ın içində x, y olmadığına görə 1 0 atıb 6-nı düşürdürəm aşağı. 6-nın da içində x, y olmadığına görə yenə 0 atıram. Və deməli, qismətimiz olur 100, qalığımız olur 6. Yəni, A-nın qiyməti 100-dür, B-nin qiyməti 6-dır. Bizdən də A, B hasilini istəyir. 100 vur 6, doğru cavab olur 600. A variantı.
Baxaq növbəti suala. 4-ə bölünən neçə 2 rəqəmli ədəd var? 4-ə bölünən neçə 2 rəqəmli ədəd var? Bu 1999-cu ildə düşübdür. Deməli, 4-ə bölünən neçə 2 rəqəmli ədəd var? 2 rəqəmli dediyinə görə 4-ə bölünən ən kiçik 2 rəqəmli ədədi yazıram, 12-dir və ən böyük 2 rəqəmli ədədi yazıram, 96-dır. 12 ilə 96 arasında 4-ə bölünən ədədlərin sayını tapmaq üçün 96-dan 12-ni çıxıb 4-ə bölüb üstünə 1 gəlirik. Bu bir düsturdur. A ilə B arasında M-ə bölünən ədədlərin sayı B çıx A böl M plus 1 düsturu ilə hesablanır. Burada A da B də M-ə bölünən ədəd olmalıdır. 96-dan 12 çıxanda 84 böl 4 üstə gəl 1. Bu da eləyir 84 4-ə bölünür 21 üstünə 1 22. Doğru cavab A variantı. Növbəti sual 2000-ci ilin 1-ci qrup qəbulunda EBOB 45-72 vur, EÇOB 45-72 hasilini tapın. EBOB AB-nin EÇOB AB-yə hasili bir düstur var ki, nəyə bərabərdir? A vur B hasilinə bərabərdir. Yəni, burada ayrı-ayrılıqda 45-in 72-nin EBOB-un EÇOB-unu tapıb da hasilini tapa bilərsiniz. Lakin bu uzundur. Elə gördünüz ki, burada 45-72, 45-72 yəni eyni ədədlərdir. Onda elə cavabımız A vur B olur. Yəni, 45 vur 72-yə bərabər olur. 45-i də 72-yə vuranda 3240 eləməlidir. Doğru cavab D variantı. Növbəti sual. Həm 35-ə, həm 28-ə böldükdə qalıqda 4 alınan ən kiçik çox rəqəmli natural ədədi bizdən soruşur. Bu da 2011-ci ilin 2-ci qrup qəbuluna düşübdür. Həm 35-ə, həm 28-ə böldükdə. Deməli, biz gəlin həm 35-in, həm də 28-in EÇOB-unu tapaq. 35 və 28-in. Bu neçə eləyir? 7-ni mötərizə xaricinə çıxartsaq, 5, 4, 140. 140 olsa tam bölünərdi. Amma qalıqda 4 qalsın deyirək, üstünə 4 gəlir. Burada da deməli doğru cavabımız olur 144 C variantı. Baxaq növbəti suala. 9-cu sualda deyir x, y, z natural ədədlərdir. 5y bərabərdir 6z-ə, x bərabərdir 2z olarsa, x plus y plus z cəminin ən kiçik qiymətini tapın. Bax, burada həmişə bu tipdə verəndə deməli baxırıq. Eyni dəyişən harda var? Bax, bu cür izah edək ki, eyni dəyişən harda var? Bax, burada da ikisində də z var. Bu z-in bax bu tərəfində duran, bax bu x-in qarşısında duran və burada da burada duran eyni olmalıdır. Birində 5-dir, birində 1-dir. Bunu eyniləşdirməliyik əvvəlcə. Eyniləşdirib hər ikisini məsələn 5-ə gətirə bilərik. Bu hansı da 5-dir. Bunu da 5-ə gətirmək üçün hər tərəfini 5-ə vururam. Və artıq bir K mütənasiblik əmsalı götürürük və deməli y bərabər olur 6K-ya, z bərabər olur 5K-ya, x da bərabər olur, bax buradakı 10K-ya. Bu cür K mütənasiblik əmsalı götürdük və yazdıq. Bizdən x plus y plus z cəmini istəyir. Toplayırıq 15, 21K. Deyir, ən kiçik qiymətini tap. K-nın yerinə ən kiçik 1 qoysaq, 21 vur 1 bərabər olacaq. Ən kiçik qiyməti 21-ə. Doğru cavab C variantı. Bu da 2012-nin 1-ci qrup qəbuluna düşübdür. Sonra 2014-ün 1-ci qrup qəbuluna düşən suala baxaq. Deyir ki, bölənlərinin sayı 6 və sadə vurğulara ayrılışı bu şəkildə verilibdir. Natural ədədlərin ən kiçiyini tapın. Bölənlərinin sayı 6 verilib. Ədədin natural bölənlərinin sayı necə tapılır? Sadə vurğulara ayırırıq. Bu şəkildə qüvvət şəklində yazırıq və qüvvətlərinin üzərinə 1 gələrək hasilini tapırıq. Bax, bu 6-dır bizdə veribdir. Ən kiçiyini istəyir. Buradan M-in N-in hansı qiymətlərində 6-ya bərabər olar? Ya M-ə 2, N-ə 1 verməliyik, ya da M-ə 1, N-ə 2 verməliyik. Bizdən ən kiçiyini istəyir. Ən kiçiyini istəyir deyə, bax, burada ən kiçik 3-dür də. 3-ün qüvvətinə bacardığım qədər böyük ədəd qoyuram ki, bu hasilimiz ən kiçik olsun. Onda 3-ün deməli bu şəkildə götürürük. M-ə 2 verirəm, N-ə 1 verirəm. 3-ün kvadratı vur 5, o da olur deməli 45. Ən kiçik qiymət. Doğru cavab D variantı. 11-də 2014-ün 1-ci qrupuna düşübdür. Deyir ki, ABC natural ədədləri üçün
ABC natural ədədlərdir. B-yə, bax görürsünüz ikisində də B var. Görürsünüz 17, 5 sadə ədədlərdir. Bu yalnız 1 ilə nəyinsə hasil edə bilər də və ikisində də B olduğuna görə ikisində də B-nin qiymətinə 1 verirəm. A burada olur 17, C də olur 5. Bizdən də bunun cəmini istəyir. 17 üstəgəl 1 üstəgəl 5. Cavab olur 23. Doğru cavab B variantı. Baxaq növbəti suala. Səbətdə 14 alma, 28 armud və 44 ədəd heyva var. Hər qutuya bu meyvələrdən yalnız birindən və hər birində bərabər sayda olmaqla yığmaq üçün ən azı neçə qutu lazımdır? 2008-in model sualıdır. Baxırıq. Elə bir ədəd tapırıq ki, həm 14, həm 28, həm də 49 həmin ədədə tam bölünsün. Yəni 14, 28 və 44 üçün nə tapırıq? Əbub tapırıq. Neçədir? Təbii ki 7-dir. Üçündə də iştirak edən vurğumuz yalnız 7-dir. Ondan 14 almamızı 7 yığsaq, neçə dənə qutu lazım olar bizə? 14 bölü 7, 2 dənə qutu. 28 armudu 7 qutulara yığsaq 4 dənə qutu. 49 armudu 7 qutulara yığsaq 7 dənə qutu lazım olar. Toplayıram. 9, 13. Deməli bizə ən azı 13 dənə qutu lazımdır. Doğru cavab B variantı. 14. Biri o birindən 4 vahid böyük olan 2 natural ədədin kvadratları cəmi 400-dür. Biri olsun x ədədimizin. Biri də x plus 4. Biri o birindən 4 vahid böyük olan. Bunların kvadratları cəmi 400-ə bərabərdir. Bu ədədlərin cəmini hesablayaq. 2015-in ikinci qrup qəbuluna düşüyor. Deməli, x kvadratı plus, burada açıram, bax, bunu kvadrata görə açıram. Çıx 400-də keçirdirəm sol tərəfə. 2x kvadratı plus 8x çıx 384. Hər tərəfi 2-yə bölək. 192. Və diskriminant hesablayaq. D1 ilə eləyəcəm, asan olsun. 4-ün yarısı 2-dir, kvadratı 4. Üstünə 192 gəlir, 196. Sonra x1, x2-ni tapaq. x1 olur, mənfi 2 plus 196-dan 14 çıxır da. Elədi 12. x2-ni tapmaqda tez yoxdur, çünki mənfi ədəd eləyir. Mənfi ola bilməz. Bu ədədlərdən biri deməli 12-dir. O birisi də 12 üstəgəl 4, 16-dır. Bu ədədlərin cəmini hesablayın deyir. 16 üstəgəl 12, 28. Doğru cavab D variantı. Baxaq növbəti 102-yə neçə sadə böləni var soruşur. 2021-in sınağına düşübdür. Bax, A-nın kvadratı B-nin kvadratı. Müxtəsər vurma üsuluna görə bunu 102 çıx 63, 102 üstəgəl 63 kimi yazsaq. Bu eləyir neçə? 102-dən 63 çıxıram 9, 39, 102-nin üstünə 64 gəlirəm 165. 39-u 13 vur 3 kimi yazaram. 165-i də vuruqlara ayırsaq 3, deməli 55, 5, 11. Bu da eləyir 3-ün kvadratı vur 5 vur 11 vur 13. Bax, həmin bizə verilən də sadə vuruqlarına ayırdıq. Sadə bölən istəyir. Sadə bölənlə müxtəlif sadə vuruq anlayışı eynidir. Yəni neçə dənə müxtəlif sadə vuruğu varsa, o qədər də sadə böləni var. 1, 2, 3 və 4 dənə. Doğru cavabımız olur 4B variantı. Baxaq 16-ya. Aranjman 9 əsasdan 5. Bu da B ədədi də 9 faktorialdır. Bizdən Əkov AB-nin Əbub AB-yə nisbətini istəyir. Əkov AB-nin Əbub AB-yə nisbəti C-yə bərabərdir. C nədir? Ortaq olmayan sadə vuruqların hasili. A və B ədədinin ortaq olmayan sadə vuruqların hasilidir. Gəlin əvvəlcə A-nı hesablayaq. Aranjman 9 əsasdan B. 9 faktorial bölünsün 9 çıx 5, yəni 4 faktorial. Bu A ədədidir. Bunu da hesablasaq 9 vur 8 vur 7 vur 6 vur 5 vur 4 faktorial böl 4 faktorial. Bunlar ixtisar gedir və qalır 9 vur 8 vur 7 vur 6 vur 5. Bu ədəd. B ədədi nədir bəs? 9 faktorial. 9 faktorial nə deməkdir? 9-dan 1-ə qədər ədədlərin hasili deməkdir. İndi gəlin baxaq. C nədir? Ortaq olmayanlar. Gəlin baxaq görək. Ortaqları silək. 9, 8, 7, 6, 5 ortaqlardır. Ortaq olmayanlar bunlardır. Bunların da hasili nə edir? 24. Doğru cavab 24 A variantı. 2008-in ikinci qrup qəbuluna düşübdür.
Baxaq növbəti suala. 17. Ən böyük 5 rəqəmli natural ədədir. Ən böyük 5 rəqəmli natural ədəd budur da. Ədədlə ən böyük 2 rəqəmli natural ədəd. Ən böyük 2 rəqəmli natural ədədimiz də 99. Fərqi çıxıram. Ən böyük bir rəqəmli natural ədəddən neçəyə böyükdür? Ən böyük bir rəqəmli natural ədəd 9. Bölürəm 9-a və cavab qalır 11100. Doğru cavab D variantı 2016-nın birinci qrup qəbuluna düşüb. 18-i işləmişdik arxadan. 5 idi cavab. Neçənci sual idi işləmişdik? Buradaydı da 3-cü sual idi işləmişdik. Sonra 19-u da işləmişdik. Bunlar təkrar düşübdür. Bunu da ikinci sualda işləmişdik. Cavab 12 idi. Doğru cavab C variantı. Növbəti 20-də. Bunlar qarşılıqlı sadə ədədlərdir. Bax 5x çıx 4-ün gəl 3y plus 2-yə nisbətini yazaq tənasüblə. Bax bunu əsasən yazıram. 22 böl 58-dir. İxtisar eləyək bunu 11 böl 29 eləmi? İndi qarşılıqlı sadə ədədlər deyilir. 11 ilə 29 qarşılıqlı sadə ədəddir. Deməli bu 11-dir qiyməti, bunun da 29. Buradan x-i və y-i tapırıq. Bunu 11-ə bərabər edirəm. X olur 11-in üstünə 4, 15, 5-ə böləndə 3, x olur 3. 3y plus 2-ni də bərabər edirəm 29-a. 3y bərabər 29 çıx 22. 29 çıx 2, 27, y də olur 9. Bizdən x, y hasilini istəyir. X vur y, 3 vur 9, 27. Doğru cavab 27. 2017-nin ikinci qrup qəbuluna düşübdür. 21-də bunun kimidir. Sadəcə yerləri dəyişikdir deyə. Yerləri dəyişikdir. Bax, burada yazaq belə. Bu da belədir də. 4x çıx 3 bölünsün 3y plus 2-dir. Tənasübə görə 58 buradadır, 22 buradadır. Elə deyirəm ki, belə vuranda bizə verən bu ifadə alınsın. Ondan ixtisarımızı gəlin eləyək. 29 böl 11. Deməli, bu 29-a bərabərdir indi. Bu da 11-ə. 4x çıx 3 bərabərdir 29-a. 4x bərabərdir 32-yə. X olur 8. Bunu tapdıq. Burada da 3y plus 2, 11. Y də olur 3. Elə. İndi gəlin hasili tapaq. 8 vur 3. Doğru cavab 24 olur. Doğru cavab burada 24. Belə. Bu da 2017-nin qəbuluna düşüb. Birinci qrup qəbul. Biri A variantına düşüb. Bir də B variantına düşüb. Belə, natural ədədlər mövzusuna aid olan, yəni sınağa və bloka düşmüş suallardan dərs sualların izahlarına baxdıq. Bu videomuzda bu qədər. Sağ olun.